Neftçi Turan Tovuz oyununda 87-ci dəqiqədə Tovuz təmsilçisi səfərdə olmağına baxmayaraq 1-0 hesabıyla qalib gəlir. Vacib bir maçdı. Vacib bir oyun idi. Baxın, sədaları dinləyirsiniz. Tovuzdan gəlir bunlar. Fanatlara baxaq. Fanatlara baxaq. Emin dediği gibi Sonra bir daha bize baxaq. Azəri dinləyək. Tovuzda üzler gülür. Sebep bellidir. Avrupa'nın kapısını açtı komanda. Neftçi ile oyun mövsümün oyunu ola bilər demiştik. Bu görüşte bir xal Turan Tovuz üçün çox vacibdir. Rəqibə 3 xal verməmək daha vacibdir demiştik. Və Turan Tovuz oyunu qələbə ilə başa vurmaq üzrədir. Və söhbətimiz də bugün Çox az qalıb. Çox az qalıb. Azər sözünü Buyur, kəsən buyur. başda. Oyunun bitməsinə çox az qalıb. Amma biz məcburuq oyuna baxaq. Ki Turan Tovuz ən pis halda bir xal qazanacaq və biz də bu formatla Mən Azərlə bir də hisslərimizi bölüşəcəyik. Söhbətimiz oldu. Ən vacib oyun Turan üçün hansıdır deyə bir sualımız olmuşdu. Mən qeyd etdim ki, Neftçi ilə oyunu idi. O oyundan biz 3 xalı götürməliydik. Turan götürməliydi. Turan bu oyundan 3 xalı götürməsinə çox az qalıb. Turan Tovuz səfərdə Neftçini məğlub eləmək böyük bir uğurdu. Azər buyur. Bu mövsüm ikinci qələbədir Neftçi üzərində. Lap bir xal olsa belə bu Tovuzları sevindirəcəkdir. Çünki bugün Zirə də xal itirdi çempionatda. Əsas Avropa rəqiblərindən biri olan Zirə son dəqiqələrdə Kəpəzə vurduğu qolla məğlubiyyətdən qaçdı. Artıq Turan Tovuz üçün bütün qapılar açıqdır. Bundan sonra komandanın taleyi böyük ölçüdə öz əlindədir. Komanda o qədər də ideal heyətdən çıxmamışdı Neftçi ilə oyuna, amma çox əla formada görünür. Oyunun az qala bütün pozisiyalarında rəqibini üstələyir, bütün mövqelərdə rəqibini üstələyir. Bugün Rəhim Sadıqov bir zamanlar bir çox gözəl, çox gözəl. Sən Rəhim Sadıqovu qeyd eləməmək mümkün deyil qardaş. Emin Mahmudova oynamağa imkan vermədi. Bugün Ayxan Hüseynov, bugün Batista, bugün bütün mövqelərdə komanda futbolçuları özünün pik formasındaydı və bununla da bu atmosferini artıq mən düşünürdüm ki, əslində Azər, razısansa məndən Zirə ilə Kəpəz qarşılaşanda üstünlük Zirədə idi. Biz düşünürdük ki, Zirə 3 xal qazansa və Turan xal itirsə, turnir cədvəlində Turanın yeri oynaya bilərdi, amma Turan imkan vermədi. Və belə bir Turan oynuyor, Neftçiyə qarşı oynayır, yüksəlişdə olan Neftçiyə qarşı oynayır. Emin artıq bir azarkeşdir bugün, bir azarkeş olaraq dayanmadan tribunadan komandanı dəstəkləyirdi və bax bu azarkeş tonlu bizim podkastımızda da daşıyıb, amma Emin azarkeşlikdən vacib danışılmalı məsələlər var. Əgər bu oyunda 1-0 başa çatarsa, komanda ikinci qola gedir İbrahim Hacı. Gedir İbrahim Hacı. Ay itir. Komanda 8 oyundur, düz 8 oyundur. Oyunu məğlub olmur. Gol buraxmır. Artıq 7-ci oyundur. 8-ci oyundur ki, gol buraxmır. Məğlubiyyətsizlik seriyasını davam edir. Möhtəşəm statistika deməkdir. Bu komandada hər şeyin ideal olduğu deməkdir. Baş məşqçi, məşqçilər korpusu işinin ötəsindən artıqlaması ilə gəlir. Nə etdiyini bilir, biz deyirdik. Baxımsız futbol ola bilər. Statistikaya baxan adamlar deyə bilər ki, 22 oyuna vurulan qolların sayı çox azdır. 27 falan, 28 artıq. Və buraxılan qollar. Amma burada bir stabillik var. Əsas turnir cədvəlindəki yerdir. Və bu yeri Turan Tovuz bu günləri demək olar ki, rəsmiləşdirir və bundan sonra komandanın taleyi öz əlindədir. Bəlkə İmişlini məğlub edə bilməyəbilər, bəlkə lazımsız xal itkiləri ola bilər, amma bu futboldur və Neftçiyə qarşı oynayırıq. Mən demişdim Azərə. Demişdim ki, mənim üçün Azərlə yadındadırsa bizi deyil. Ən vacib oyun Neftçi. Buna qədər ən vacib sən demişdin ki, sabahla olacaq, amma mən demişdim Neftçi. Neftçi ilə oyuna hazırlaşmaq lazımdır. Çünki Bakı və Turan və Tovuz cəmaatı arasında bir intriqa var. Sözümün üstündə qalıram. Tovuz cəmaatı yüksək çıxdı, qalib çıxdı. Sözüm üstündə qalıram. Sabahla oyun bundan daha vacib ola bilər. Çünki komanda həmin görüşdə məğlub etməklə rəqibini birbaşa çempionluq mübarizəsinə qoşulacaq. Möhtəşəm atmosfer var, möhtəşəm hisslərimiz var. Bugün söhbətimizdə bax belə fərqli formatda sizə təqdim etmək istədik. Tələsmə, oyuna baxırıq, oyun hələ bitməyib, hər şey olur, amma Turan o qədər möhkəm görünür ki, artıq çox gözəl, möhtəşəm adamlar yoxara verirlər. Yəni bu heyət də o qədər də ideal deyildi. Bayaq qeyd etdiyim kimi itkilər də var idi, problemlər də var idi. Məsələn, oyunun gedişində hücumçumuz Batista o qədər də yaxşı görünmürdü, amma qolunu vurmağı bacardı. Eyni zamanda ayrı-ayrı mövqelərlə bağlı narahatlıqlar var idi. Bu arada hakimin də bir təsiri var idi və
komanda əsas odur nə istədiyini bildirir. Bax biz zaman-zaman danışırdıq. Bəzən mövsümün xüsusilə ikinci yarısı qışdan sonra Turan Azər, meydanda gördüyümüz qırmızı formada olan insanlar nə istədiklərini bilirlər. Onlar nə üçün oynadıklarını çox gözəl anlayırlar. Və bəlkə də elə Emin doğru danışır. Bu gün futbol tərəfindən ayrı-ayrı adlardan, digər bu kimi məqamlardan danışmağa mənası yoxdur. Əsas odur, bayramdır, bayram atmosferi var və çox kritik, çox Nefçini onun meydanında məğlub eləmək böyük göstəricidir, qardaş. Həm də bu maraqlı bir tarixdir. Tovuz, Turan və Neftçi bu çempionatın əzəli, əbədi komandalardır. Bu uzun illərin derbisidir. Ölkə derbisi, tozlar bilir. Bunu bir tozlar bilir, bir də Neftçinin əzəli rəqibləri bilir. Bir zamanların qərb regionu üçün böyük oynaydı bu oyun. Neftçi arasında böyük bir rəqabət var. Bu derbidir. Bu derbinin qalibi isə Turan Tovuzdur. Bitdi yəni. Və Neftçi özü də bugün kifayət qədər yaxşı formadadır və nə qədər qəribə görünsə də hazırda Avrokuboklar uğrunda Turanın əsas rəqibi hesab eləyə bilərik bu komandanı. Çünki inanılmaz bir artan performansla davam edirdilər və hazırda Zira ilə bərabər Turan üçün əsas təhlükə idilər. Amma bu qələbə ilə demək olar ki, artıq Neftçi oyundan çıxdı və final fitinə hazırda saniyələr qalıb. Az qalıb. Bir yana onu bir dənə qeyd eləyən sonra bitirməyin, çəkilişi bitirməyin. Hakimi final fiti lazımdır. Hakimi final fiti. 3 xal Turan Tovuzun cibindən yoxsa yox. Pozitiv tərəflərindən biri bundan sonraki təqvim də Turan Tovuz adına möhtəşəmdir. Komanda nə barədə möhtəşəm? Təbii ki, daha rahat, daha özü üçün ideal olan, belə deyək, özü üçün İstərsəməz fikrimiz oyuna yayılır. İstərsəməz çünki oyunun bitməsə çox saniyələr qalıb. Turan Tovuz üçün yaxşı təqvim var və bu təqvimdən də istifadə edib. Doğrudur, komanda güclü rəqiblərə qarşı güclü futbol göstərir. Zəif rəqiblər oyunlarda xal itirir, amma qabaqda İmişli, Qəbələ, Kəpəz oyunları var ki, artıq komandanın taleyi öz əlində olacaq və buradan 3 xalla ayrıla bilsə bu görüşlərdə ən azı 3 oyuna 7 xal, 9 xal saniyələr qalıb. Oyunu bitirək sonra tək olacaq, hətta çempionluq mübarizəsinə də qoşula bilər. Bu arada Emin xatırlayaq, Turan Tovuzun kubokda da mübarizəsi davam edir, yarım finaldadır komanda. Bax bu mübarizə ilə, mübarizə budur. Bu mübarizə ilə biz qalib gələ biləcəyik. Bu mübarizə ilə Tovuz qalib gələ biləcək. Bu yanaşma ilə Tovuz qalib gələ biləcək. İstər kubokda, istər çempionatda, istərsə də ümumiyyətlə Azərbaycan futbolunda. Ümumiyyətlə Turan Tovuzun qayıdışından sonra yəqin ki, tarixinin ən yaxşı dönəmini, o qayıdışından sonraki o qısa tarixin ən yaxşı günlərini yaşayır. Hər nə qədər qışa qədərki periodda narahatlıqlar, qorxular və təhlükələr olsa da komandanın bu mövsüm də sona qədər bacarmayacağı gözlənilsə də bacarmayacağı kimi təhlükələr olsa da komanda bunu bacardı və coşur. Bitti 3 xal Turan Tovuzda. Tovuzlar coşur. 3 xal Turan Tovuzda. Tovuzlar coşur. Azər 3 xal Turan Tovuzda. 3 xal Turan Tovuzda. Neftçi ilə səfər oyununda 3 xal qazanmaq. Gözəl. Tovuz Avropanın qapısını açdı, qaldı içəri keçmək, qaldı. Artıq Emin söhbətimizi yekunlaşdırır, biz də yavaş-yavaş yekunlaşdıraq. Kanallarımızı izləyin, abunə olun, oyun sonrası müsahibələr, açıqlamalar və xüsusi reportajlarımız da təqdim eləyəcəyik bu kanallarda.